Salam əziz dördüncülər. Biz bugün Azərbaycan dili kitabının 7-ci bölməsini keçirik və bu bölmə elmi fantastika adlanır. Və Azərbaycanda ilk çəkilmiş fantastik film Sehirli Xalat filmidir. İnanıram ki, çoxunuz bu filmə baxmısınız və dərsin əvvəlində bu filmdən mən sizə 2 fraqment nümayiş etdirəcəm. Dayanın, yandırmayın! Deyərəm, hamısını deyərəm. Xan, bu xalatın köməyi ilə əfsanəvi ölkələrə səyahət edib saysız hesabsız sərvət gətirmək olar. Xalatı geyib bu əfsanə oxumaq lazımdır. Çitrakuta. Yox, qoy onlar uzağa çəkilsinlər. Yoxsa onlar xalatın sirrini bilib onu oğlayarlar. Fəaliyyət dərnəkləri böyük konsert verəcəklər. Uşaqlar, xanı kim görmür? Mən də görmürəm. Gəlin dalınca. A tapşırığı: uçan xalça nağılını xatırlayın və suallara cavab verin. Əziz balalar, uçan xalça nağılını siz 2-ci sinifdə oxuyarkən keçmisiniz. Gəlin, həmin nağılın qısa məzmununu mən sizin yadınıza salım və sonra sualları oxuyub cavab verək. Əhməd adlı bir oğlan yolda gördüyü iti və pişiyi xilas edib evə gətirir. Səhəri gün divlərə rast gəlir. Ağlı fərasəti ilə divlərin əlindəki sehirli üzük və xalçanı onlardan alır. Xalçanın üstünə çıxıb evlərinə gəlir. O sehirli üzükdən hündür, yaraşıqlı bir imarət istəyir və həmin vaxt ona sahib olur. Bundan xəbər tutan padşah küpəgirən qarını Əhmədin imarətinə yollayır. Küpəgirən qarı küpün içinə girib uçaraq Əhmədgilə çatır. Əhmədin nənəsi qarının şirin dilinə inanıb onu evə buraxır. Küpəgirən qarı gecə yarısı Əhmədin barmağındakı üzüyü çıxarır. Xalçanın üstünə çıxıb padşahın yanına yollanır. Əhmədlə nənəsi yuxudan oyananda görürlər ki, əvvəlki evlərindədirlər. Sehirli xalça da, üzük də yoxdur. Bir gün itlə pişik sahiblərinə yaxşılıq etmək üçün padşahın sarayına gedirlər. Çətinliklə də olsa sehirli üzüyü və xalçanı tapıb sahibinə qaytarırlar. Yəqin ki, nağıl yadınıza düşdü. Gəlin, sualları cavablandıraq. Bu nağılda hansı sehirli qüvvələr var idi? Əlbəttə ki, sehirli xalça var idi, üzük sehirli idi və küpəgirən qarının oturduğu və uzaq məsafəyə getdiyi küp də sehirli qüvvələrdən idi. Uçan xalça Əhmədə necə kömək oldu? Əlbəttə ki, uçan xalça Əhmədi öz evlərinə gətirdi. Uçan xalça nə üçün uğurlandı? Çünki bu xalçayan üstündə oturub istənilən məsafəyə çox qısa müddətdə uçub getmək olurdu. Küpəgirən qarı Əhmədin evini hansı sehirli qüvvə ilə tapdı? Əlbəttə ki, küpün üstünə çıxdı və küp onu uzaq məsafəni sanki yaxın etdi. Sizcə nə üçün nağıllarda sehirli qüvvələr iştirak edir? İnanıram ki, deyəcəksiniz ki, bu sehirli qüvvələr nağıl qəhrəmanlarına kömək etmək üçün iştirak edir. Bir tapşırığı: qədim Yunan əfsanəsini oxuyun. Əfsanədəki mifik obrazları və qeyri-adi hadisəni müəyyənləşdirin. Əziz balalar, əfsanə İkarın uçuşu adlanır. Bu əfsanə kiçik bir əfsanədir. Oxuyun. Qısa olaraq mən deyim ki, Debal adlı bir bacarıqlı memar var imiş. Lakin o bir gün hökmdarın qəzəbinə tuş gəlir və oğlu ilə birlikdə onu həbs edir. Onlar Krit adasındakı qüllədə saxlanılırlar. Memar başa düşür ki, nə quru yolla, nə dəniz yolla onlar xilas ola bilməyəcəklər. Və buna görə memar elə həbsdə olarkən
çıxış yolunu səmada görür və oğlu üçün də, özü üçün də qanadlar hazırlayır. Və davamını oxuyun və əfsanə ilə tanış olun. Bu əfsanədə rastınıza çıxdı tuş gəlmək sözü. Söz boğçasında bu söz verilib və cümlə belədir. Bir gün o, hökmdarın qəzəbinə tuş gəlir. Burada tuş gəlir, yəni qarşısına çıxır, rast gəlmək mənasında işlənib. İkinci söz manevr etmək sözüdür. Lakin bu ifadə bu mətndə deyil, qarşıda qabağımıza gələcək tapşırıqda var və həmin tapşırığı oxuyanda bu ifadənin mənasını izah edərik. C tapşırığı. Sizcə uçan xalça və İkarın uçuşu əsərləri qədim insanların hansı arzularını əks etdirir? İnanıram ki, cavab verəcəksiniz ki, burada qədim insanlar uçmaq istəyirdilər. Uçmağı nə üçün istəyirdilər? Uzaq məsafələri qısa müddət ərzində qət etsinlər deyənə onların arzuları uçmaq idi. Və C tapşırığı. Məlumat vərəqini oxuyun və aldığınız məlumatlardan istifadə edərək gerçəyə çevrilən xəyallar mövzusunda esse yazın. Fikir verin, məlumat vərəqi ilk təyyarə ilə bağlıdır və burada onun ixtira olunduğu tarix, ixtiraçıların kim olduğu, havada nə qədər müddət qala bilirdi, nə qədər məsafəni qət edə bilirdi, hazırlandığı material və işlətdiyi yanacaq qeyd olunub. Eyni zamanda əlavə məlumat da verilib. İlk təyyarə quşların uçuş üsulunu tətbiq etməklə reallaşdı. Quşlar uçarkən qanadlarının nahamar səthindən keçən hava onları yuxarı qaldırır. Quşlar dönmək və manevr etmək üçün də qanadlarından və quyruqlarından istifadə edirlər. Əziz balalar, manevr etmək, fikir verdiniz, bu məlumatda verilib. Manevr etmək, yəni cəld üsullarla hərəkəti döndərmək deməkdir, manevr etmək. Əziz balalar, məlumat vərəqində gördünüz ki, qədim insanların arzusu olan uçmaq arzusu sehirli xalça ilə deyil, Wright qardaşlarının ixtira etdiyi təyyarə ilə həyata keçdi. Və bu məlumatlarla bağlı öz aranızda müzakirələr də apara bilərsiniz və həm əsas məlumatdan, həm verilmiş qısa məlumatlardan, həm də bildiyiniz məlumatlardan istifadə edərək gerçəyə çevrilən xəyallar mövzusunda esse yazacaqsınız. Gerçəyə çevrilən, yəni həyata keçirilən deməkdir. Mən bu esseni bu şəkildə yazmışam. Qədim insanların ən böyük arzularından biri də uçmaq olub. Bu arzuya çatmaq üçün nağıllarda, əfsanələrdə müxtəlif sehirli, qeyri-adi qüvvələrdən istifadə ediblər. Məsələn, Əhməd uçan xalça ilə evlərinə qayıdır. Küpə girən qarı öz küpünə girib uçaraq Əhmədin yanına gedir. Debal ilə oğlu quş lələklərindən qanad düzəldib səmaya qalxırlar. Nəhayət, uzun zamanlardan sonra insanların arzusu gerçəyə çevrilir. Bugün insanlar təyyarə ilə uzaq məsafələrə gedir, kosmik gəmilərlə kosmosa səyahətə çıxırlar. İnsanın uça bilmək xəyalı çox çətinliklə reallaşa bilmişdir. 1903-cü ildə ilk dəfə Wright qardaşlarının düzəltdikləri təyyarə səmada cəmi 59 saniyə qalmış və 260 metr məsafə qət etmişdir. Onların hazırladıkları təyyarənin materialı şam ağacından idi. Sonralar təyyarəni daha da təkmilləşdirmişlər. Bugün daha sürətli təyyarələrdən istifadə olunur. Təyyarəni düzəltmək üçün insanlar quşlardan bir çox şeylər öyrənmişlər. Bugün müasir təyyarənin də qanadları və quyruq hissələri vardır. D tapşırığı.
Balaca Şahzadə kitabına yazılmış annotasiyanı oxuyun, suallara cavab verin. Əziz balalar, bu annotasiyanı indi oxuyacağıq və yadınızda saxlayın ki, Balaca Şahzadə fantastik əsər silsiləsindəndir. Yəqin ki, burada verilən annotasiya sizi kitabı oxumağa həvəsləndirəcək və gəlin annotasiyanı oxuyaq. Fransız yazıcısı Antoine de Saint-Exupéry'nin bu əsərinin milyonlarla oxucusu var. Əsər fantastik məzmundadır. Belə ki, bir gün Balaca Şahzadə bəslədiyi qızıl güllə mübahisə edir və öz planetini tərk edir. O kosmosda müxtəlif planetləri, o cümlədən yer kürəsini səyahət edir. O təkcə səyahət etmir, həmçinin bir çox sualların cavabını axtarır. Mənəvi dəyərlər, insanların davranışları haqqında düşüncələrə dalır. Balaca Şahzadəni hansı suallar maraqlandırır? O getdiyi planetlərdə kimlərlə qarşılaşır? Nələri öyrənir? Və s. kimi sualların cavabını əsəri oxumaqla tapa bilərsiniz. Hansı məlumat sizi kitabı oxumağa həvəsləndirdi? İnanıram ki, annotasiyada verilən axırıncı suallar sizi oxumağa həvəsləndirdi. Fantastika sözünün mənasını təxmin edin. İnanıram ki, bu sözün də mənasını bilirsiniz. Fantastika, insan xəyalında təsəvvür etdiyi fikirlər deməkdir. Tapşırığı, oxuduğunuz əsərlərdəki sehirli qüvvələri elmi cəhətdən izah etmək mümkündürmü? Fikrinizi əsaslandırın. Qəhrəmanların sehirli xalçada uçması, kraliçanın güzgü vasitəsilə ağcadan xəbər tutması, sehirli lampadan cinin çıxması. Əlbəttə ki, inanıram ki, bu tapşırıq da sizə elmi, fantastik əsərlərlə sehirli qüvvələrin fərqini çatdırmaq istəyir və cavab verəcəksiniz ki, bu sehirli qüvvələri əlbəttə ki, elmi cəhətdən izah etmək mümkün deyil. Bu qədər uşaqlar. Sağ olun.